Bismillah və elhamdülillah. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu. Dəyərli qardaşlar, biz İslam haqqında danışdıq, indi istəyirik ki, iman haqqında danışaq. Ümumən bilmək lazımdır ki, İslam 3 mərtəbədən ibarətdir. Necə? Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin səhih sünnəsində gəlib, məşhur Cibril hədisi bildirir ki, İslam 3 mərtəbədən ibarətdir. Əl-İslam, İslam mərtəbəsi, Əl-İman, iman mərtəbəsi, Əl-İhsan, İhsan mərtəbəsi. İslamdan danışdıq, onun lüğəti və şəri təriflərini, mənalarını bildik. İndi isə iman. İman barədə elm əhli deyir ki, imanın lüğəti mənası ət-təsdiqul cəzim bimə əxbarallah və rasuluhu, qısa olaraq. İmanın lüğəti mənası odur ki, Allah və Rasulunun verdiyi xəbərləri qəti olaraq təsdiqləyəsən. Qəti olaraq təsdiqləyirsən. Şəri mənası isə dil ilə demək, qəlb ilə təsdiq etmək, əzalar ilə əməl etmək. Ərəbcəsi qavlun bil lisan və i'tiqadun bil qalb və əməlun bil cavarih. Dillə demək, qəlblə təsdiq etmək və əzalarda əməl etmək. Və qısa olaraq tərifi budur.